Yaşad Fondunun təşkilatçılığı ilə şəhidlərimizin həyat yoldaşları üçün reallaşdırılan Zərif Görüş layihəsi çərçivəsində növbəti görüş Tovuzda baş tutub. Əsas məqsəd iştirakçıları bir araya gətirməklə onların qarşılıqlı tanışlığını və ünsiyyətini təşviq etmək, mənəvi dəstəyi gücləndirmək, həmçinin sosial həmrəyliyi artırmaqdır. Bununla yanaşı, təşəbbüs müsbət psixoloji mühitin formalaşdırılmasına, gələcəyə ümidli baxışın təşviqinə və xanımların şəxsi potensiallarının üzə çıxarılmasına yönəlib. Layihədə Ağstafadan, Qazaxdan, Şəmkirdən, Gədəbəydən və Tovuzdan olan 37 şəhid həyat yoldaşı iştirak edib. Görüş zamanı La Roche-Posay şirkətinin dəvəti ilə dermatoloq Cavid İsmailov tərəfindən xanımlara dəriyə qulluq qaydaları, dəri xəstəliklərinin profilaktikası və düzgün müalicə yanaşmaları barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində şəhid xanımları ödənişsiz dermatoloji müayinəyə dəvət olunublar. Həmçinin onlara müxtəlif hədiyyələr təqdim edilib. Həm şəhid qızıyam, həm şəhid yoldaşıyam. Çox gözəl tədbirdir. Burada görmədiyimiz şəhid xanımlarını gördük, söhbətləşdik, əyləndik. Bugünkü zərif görüşdən çox məmnun qaldıq. Çox sağ olsun Yaşad Fondu. Daim ilk gündən daima bizimlədir. Zəh gələndə biraz mən tərəddüd edirdim gəlməyimlə bağlı. Amma sonra çox şad oldum, çox düz elədim ki, gəldim. Çünki çox maraqlı, gözəl xanımlarla tanış oldum. Görüş ənənəvi olaraq çox müsbət şəkildə həyata keçirildi və öz missiyasına çatdı. Layihənin sponsorları Ayan Palace Hotel, Nexol Holding, Baxel, Norum ASC-dir. Dəstəkçilər Avromed Kompaniya MMC, La Roche-Posay, Referans Medikal Qrup, Palmers Azərbaycandır. Media tərəfdaşı Asan TV və Radiodur.